Salam, baxırıq günün informatika suallarının 57-ci sualın izahına. Onluq say sistemində verilmiş 20 vur 16 üstə 15 ədədinin ikili say sistemindəki yazılışında deməli sıfırların sayını müəyyənləşdirməliyik. Aha, verilmiş bu ədədi gətirək ikili say sisteminə. Bunun üçün nə edirik? 20-ni necə yazmaq olar? 20-ni yazmaq olar 5 vurulmuş 2 üstə 2 kimi. 2 üstə 2 mənə 4-ü verir, 4 dəfə 5 20. Vurulmuş 16 üstə 15-i necə yazarıq? 2 üstə 4-ün üzəri 15 kimi. Burada nəticə necə alınacaq? 5 vurulmuş 2 üstə 2, vurulmuş 2 üstə 60. 4, 15 bizə 60-ı verir mötərizə açıldıqda. Və nəticədə 5 vurulmuş 2 üstə 62 nəticəsini əldə etmiş oluruq. Hələ ki, onluq say sistemində. İndi bunu ikili say sisteminə çevirmək üçün nə edəcəyik? 262 ikili say sistemində nə deməkdir? Bir yanında 62 dənə 0 deməkdir. Doğru mu? Bəs 5-i necə çeviririk? 5-i adi bildiyimiz qayda ilə 5-i gətirək, deməli, ikili say sistemində. 2-yə belə gedəndə 2 dəfə 4, 5-dən 4 qalacaq 1, bir dəfə burada qalacaq 0. Nəticə olacaq 1, 0, 1 elədir. Demək ki, burada bunu çevirəndə nəticə 1, 0, 1 elədir. Bu isə bizdə vurulmuş 1 yanında ta ki 62 dənə 0 elədir. İndi bu vurma nəticəsində bizdə sıfırların sayı 62 dənə buradan, bir də buradan eləyəcək 63 dənə. Bunu necə mən belə deyək, sübut eləyə bilərəm? Baxın, gəlin daha qısa bir yazılış üzərində bu ədədləri bir-birinə vuraq. Yəni, yazaq misal üçün 3 dənə 0 vurulmuş 101 ədədir. Biz buna əvvəl baxışdan deyərik ki, 3 0 burada, bir də burada 4 dənə 0 eləyir. Bəs necə? Bir dəfə 0 bizə verəcək 0. 0 dəfə 1 yenə 0. Bir dəfə 0, 0, bir dəfə 1, 1. Burada hamısı 0 olacaq. 1, 2, 3, 4 dənə 0. Burada da biri bir dənə olacaq da. Bu olacaq bizdə 0, bu da olacaq bizdə 0, bu da 0, əvvəlində 1. İndi bunları toplasaq 0, 0, 0. 1, 0, 1. Görürsünüz, nəticədə bizdə 4 dənə 0 alınmış olur. Yəni, eyni bu qayda bu əməl üçün də keçərlidir də. Ona görə də nəticədə bizdə sıfırların sayı 63 dənə alınmış olacaq. Yəni, cavabımız C variantıdır. Bu qədər.